Salam əziz abituriyentlər, video dərsimizə xoş gəldiniz. Bu video izahımızda 11-ci siniflərin buraxılış imtahanında düşmüş sualları izah edəcəyik. İmtahanın tarixini qeyd etmişəm buradan. Birinci sual, sadə tənlidir. Bunu bu şəkildə yazırıq. X kub bərabərdir. 27 bərabərliyin sağ tərəfinə keçirdə mənfi 27 olur. Buradan da x kub bərabərdir. Mənfi 3-ün kubu. Qüvvətlər bərabər olanda əsaslar da bərabərdir. Deməli, x oldu mənfi 3. Cavab oldu C bəndi. İkinci sual. Sahası 25 olan kvadrat verir. Kvadratın sahası 25 ise deməli tərəfi 5 olur. Bütün tərəflər onsuz da 5 olacaq. Burada 90 dərəcədir. Diagonal da buradan çəkirik. Deməli bu oldu düzbucaqlı üçbucaq. Katetlər 5, 5-dirsə hipotenuz da 5 kökdə 2 olurdu. Burada düzbucaqlı üçbucağın hipotenuzu kvadratın diagonalı deməkdir. Deməli cavab oldu C bəndi. Üçüncü sual. Burada toplananın yerini dəyişirik. 1 minus kosinusun kvadratı alfa plus sinus kvadrat alfa bölünsün 4 sinus kvadrat alfa. Düsturumuz vardı. Sinus kvadrat alfa plus kosinus kvadrat alfa bərabərdir 1'ə. Buradan biz sinus kvadrat alfanı tapanda yazırdıq. Sinus kvadrat alfa bərabərdir 1 minus kosinusun kvadratı alfa. Baxın, indi burada 1 minus kosinus kvadrat alfanın yerinə yazacağım sinus kvadratı. Buradan yazaq. Deməli, bax, bunun yerinə yazdım sinusun kvadratı alfa plus sinusun kvadratı alfa. Burada da bir sinus kvadrat alfa var idi. Burada 4 sinus kvadrat alfa. Sürət oldu 2 sinus kvadrat alfa böl 4 sinus kvadrat alfa. Sinus kvadratı xəsar getdi. 2 ilə də 4 xəsar getdi. Oldu cavab 2'də 1. Bu da elədi 0,5. B bəndi. Burada y 2x'e bərabərdir. Gətirib burada y-in yerdə 2x yazacaq. Yazırıq 5x plus bu 2'ni də 2x'dir də y-in qiyməti. Vuranda olur 4x bərabərdir 18, 9x bərabərdir 18, x bərabərdir 2. X 2'də gətirib burada x-in qiymətini yerinə qoyanda bu vurmadı. 2'ni də 2'yə vuranda y olur 4. Bizdən də y-i soruşurdu. Cavab oldu C bəndi. Düzbucaqlı paralelepipedin xətti ölçüləri 5, 7, 11 santimetr olarsa tam səthinin sahasını tapın. Düzbucaqlı paralelepipedin xətti ölçüləri deyəndə tilləri nəzərdə tutulur. Bu hər hansı bir düzbucaqlı paralelepipeddir. Xətti ölçüləri deyəndə eninə A demişdik, uzunluğuna B demişdik, qayda olaraq. Yan tilə də C demişdik. Bir təpədən 3 dənə til çıxır. Bu uzun sayılır. Bu en sayılır. Bu da yan tildə həm də hündürlük sayılır. S tam səthi bərabərdir. Düzbucaqlı paraleliped 6 dənə düzbucaqlıdır. Bunun düsturu belə idi. Tam səthin düsturu. 2 vurulsun AB plus AC üstəgəl BC bərabərdir. Tutaq ki uzunluq 7 olsun. N 5 olsun. Yan tildə, yəni C 11 olsun. İndi qiymətləri yerinə qoyub hesablayacaq. Buradan yazaq 2 vurulsun. A vur B vurmadı da. 5 vur 7 35 plus. Bu da vurmadı. A vur C. 5 vurulsun 11 55 plus. Bu da B vur C'dir. B 7'dir, C de 11'dir. 7'nin də 11'ə vuranda 77 bərabərdir. 2 vurulsun. Bunları toplayanda olur neçə? 90. Bu da 167 olur. 2 vurulsun 167. Bu da 334 olacaq. 334. Cavab oldu D bəndi. 6-cı sual. Kombinizon. Bu da permutasiyadır. Kombinizon 6'dan 2'ye yazırıq 6 faktorial bölünsün 6 minus 2 faktorial vurulsun 2 faktorial plus permutasiya 5'dən 2'ye də 5 faktorial bölünsün 5 çıxı 2 faktorial. Burada düsturları bilməlisiniz. Düsturu bilməyən şagird bunu başa düşə bilməz. Bərabərdir. 6'dan 2 çıxanda 4 faktorialdır. 2 faktorialımız 2 idi. 6 faktorialı yazıram. 4 faktorial vur 5 vur 6. Üstə gəl. 5'ten 2 çıxanda 3 faktorial olur. 5 faktorial da yazıram. 3 faktorial vur 4 vur 5 bərabərdir.
4 faktoriyalar ixtisar getdi. 6 ilə 2-yə böldüm 3. Buradan da 3 faktoriyalar ixtisar getdi. Deməli 5 vur 3 qaldı 15 plus 4 vur 5 qaldı 20. Toplamda da olur 35. Cavab oldu A bəndi. Burada sürətləri vurğulara ayırırıq. Deməli belə yazırıq. Z plus 4-i vurulsun Z minus 4-i minusdur bu. Məxrəci olduğu kimi yazırıq Z minus 4-i plus. Burada yazırıq Z plus 3-i. Bu da olur Z minus 3i. Burada da məxrəci olduğu kimi qalır Z plus 3 idi. Bərabərdir 12 plus 7i. Bu Z minus 4'ler buradan ixtisar gedir. Buradan da pluslar ixtisar gedir. Qaldı Z plus 4i plus. Buradan da Z minus 3i. Bərabərdir 12 plus 7i. Z ilə Z'i toplayanda olur 2Z. Bu 4 ilə 3i çıxanda olur i. Yəni 1 i elir. O da elə i deməkdir. 12 plus 7i. Buradan da 2Z bərabərdir. İ'ni sağa keçirdəndə 12, 7'den de ini çıxanda olur 6'yı. Hər tərəfi 2'yə bölürük. Çünki biz z'yi tapmalıyıq. 2'lər getdi, z bərabərdir. Böləndə 6, bunda böləndə 3i. Kompleks ədədin həqiqi hissəsinin əmsalı 6'dır, xəyali hissəsinin əmsalı 3'dür. İkisindən birini soruşacaq. Deyir bərabərliyə əsasən z kompleks ədədin xəyali hissəsinin əmsalı. Deməli bax 3'ü soruşur. Xəyali hissənin əmsalı. 7 B bəndə oldu. 8. Skaler hasil. Bu x1'dir, y1. Burada da x2, bu da y2. Bir-birinə vururduq x1'i, vururduq x2'ye. Yəni 4'ü vurdum 8'e 32 plus y1'i də y2'ye vururdum. Yəni 7'ni də mənfi 3'e vuranda mənfi 21 olur. Bu mənfi təsir edir bu toplamaya, yəni üstə gəlmədə. Bura vurmadan olacaq 32 çıxılsın 21. Bu da olur 11. Yəni mənfi təsir edir bu müsbətə, olur mənfi. Bunu demək istədim. 11. Y bəndi. Ədədi silsilədə A5'i soruşur. A5 bərabərdir A1 plus 4D. A1. A1 verilibdir, D də verilibdir. Onda yazırıq 15 plus 4D. D'nin qiyməti də 4 veribdir. Vurmadıda 4'ü 4'e vurursan 15 plus 16 bu delir 31. Cavab Y bəndi. Sadə təhlil edici çarpaz vururuq. Bunu buna vururuq, bunu da buna. 2'ni vuranda bu 4x plus 2'ye olur 8x plus 4 bərabərdir. 4'ü də 5'e vuranda 20. 8x bərabərdir. 20'den 4 çıxdım. 16 x də bərabərdir 2. Bunu x cavab oldu 2. Bunu bu şəkildə də yazmaq olur. Məxrəci 4'dür. Bunu da 4'e getmək üçün 2'yə vurmalıyam. Bunu da 2'yə. Məxrəclər bərabərləşəndə, yəni 4'dür, bu da 4 oldu, bərabərləşdi. Onda sürətləri də bərabərləşdirirsən. Yazsan 4x plus 2 bərabərdir 10'a. Buradan da 4x bərabərdir 10'dan 2 çıxdım 8. 2'ye də böləndə, 8'i də 4'e böləndə x2 olur. Yəni 2 cür yazmaq olur. Bu 200'ü yazacağım kök altında 2 vur 100 plus 8'i yazacağım 2 vur 4. 242'ni yazacağım 2 vurulsun 121 bölünsün. Bu bölməni mən kəsr şəklində də yaza bilərəm. Onsuz da bu, bax, bu mörtəzə yoxdur. Buna bir ədəd kimi baxanda elə bil ki, hər hansı bir ədəddir, bölünsün kökdə 2. Həmin o bölməni çevirdim, məxrəcdə yazdım. Yəni ixtisar etmək üçün rahat olsun. Buradan 10 çıxır, qalır kökdə 2. Yəni 10 kökdə 2 plus. Buradan da 4'dən 2 çıxır, olur 2 kökdə 2 çıx. 121'dən də 11 çıxır, bu da olur 11 kökdə 2. Bölünsün kökdə 2. Əmsalları toplayırsan 10 kökdə 2 üstə 2 kökdə 2. 12 kökdə 2 eləyir. Çıxılsın 11 kökdə 2. Bu da elədi kökdə 2. Bölünsün kökdə 2. İxtisar getdi oldu 1. 11-ci sualda cavab A bəndi. Yox. Bir dəqiqə burada 18 idi. Burada mexanik səhv getdi.
Bu 2 vur 18'dir. Bunu 2 vur 9 yazıram. Vur 9. 9'dan 3 çıxır, bu olur 3 kökdə 2. Deməli 10 kökdə 2 isə 3 kökdə 2, 13, çıxdım 11'i, qaldı 2 kökdə 2 bölü 2, kökdə 2. Kökdə 2'lər qısa getdi, cavab oldu 2. C bəndidir cavab. Kosinüs 3x plus. Bax bunu biz demişdik ki kosinüs 50 dərəcə, elə sinüs 40 dərəcə deməkdir. Nəyə görə? Kosinüs 50 dərəcəni çevirmə bucağı tətbiq edək. Yazırıq kosinüs 90 dərəcə çıxılsın 40 dərəcə. Çünki 90-dan 40 çıxanda 50'ni verir. Kosinüs 90'da sinüsə çevrilir. Burada da 40 dərəcə olur. Deməli yazırıq 2 kosinüs 3x plus o kosinüs 50 dərəcənin yerinə yazdım sinüs 40 dərəcə bərabərdir. Sağda da elə sinüs 40 dərəcə var idi. Bunlar islah olur. Çünki niyə? Sağ tərəfə keçəndə çıxma olur. İslah olandan sonra 0 qalır. 2 kosinüs 3x bərabərdir 0'a. Kosinüs 3x bərabərdir 0'ı da 2'yə böləndə olur 0. Bu xüsusi haldır. Kosinüs x bərabərdir 0'a. Bunu da göstərim. Kosinüs 0'ı alırdı 90 dərəcədə. Bir də 270 dərəcədə alırdı. Yəni 180 dərəcə fırlanırdı. 270 alırdı, yenə 180 dərəcə fırlanırdı. Yəni pi-dən 1 kökləri alır. Bunda radianla yazanda 90 nə idi? Pi bölü 2 idi də. Yazırdıq pi bölü 2 üstə gəl pi k. Yəni pi-dən 1 olduğu üçün dövrü pidir. K da şərti idi də. Tam ədəddir. İndi burada x-dir. Burada isə 3x-dir. Yəni bucaq burada 3x-dir. Burada yazırıq 3x bərabərdir pi bölü 2 üstə gəl pi k. Burada da hər tərəfi 3'ə bölürük. Bunu da bölürük 3'ə. Buradan 3'lər getdi x bərabərdir. Bunu da böləndə pi bölü 6 üstə gəl pi k bölü 3. Bəzi testlərdə pi k olur. Bəzilərində pi n olur. Fərqi yoxdur. N oldu, k oldu. İkisi də tam ədəddir burada. İndi burada n ilə verir. Pi bölü 6 üstə gəl pi n bölü 3. Cavab oldu D bəndi. Müstəvini kəsməyən AB parçasının hər hansı bir müstəvi çəkirik. Tutaq ki, bir müstəvidir. Kəsməyən parça deyəndə bax bu şəkildə çəkirik. Bu olsun A ucu, bu olsun B ucu. Müstəvini kəsməyən AB parçasının A və B nöqtələrində müstəviyə qədər olan məsafə 3/4 bir də 4/6 verib. Tutaq ki, buradan çəkdiyim 3/4 olsun. Buradan da çəkdiyim 4/6 olsun. Bunu da birləşdirəndə 90 dərəcədə. AB parçasının ortası tutaq ki, buradır. Buradan xətt çəksən, deyir ki, AB parçasının ortasında müstəviyə qədər məsafə. Burada bir x qoyuruq. Bu düzbucaqlı trapesiyanın orta xəttidir. Orta xəttdə demişdik ki, oturacaqların cəminin yarısıdır. Onda bu oturacaqları toplayanda, yəni trapesiyanın bu kiçik oturacağı olur, bu da böyük oturacağı. Şəkili fırladanda bax belə. Bu olur nə? Düzbucaqlı trapesiyada. Bu düzbucaqlı trapesiyadır. Həm də bunu şifahi də yadda saxlamaq lazımdır ki, parça müstəvini kəsmirsə, parçanın uclarından müstəviyə qədər məsafələri toplayıb 2'yə bölürsən, həmin o parçanın orta nöqtəsindən müstəviyə qədər məsafəni tapırsan. Amma kəsəndə çıxıb 2'yə bölürsən. Kəsməyəndə toplayıb 2'yə bölürsən, kəsəndə çıxıb 2'yə bölürsən. Böyükdən kiçiyin çıxıb 2'yə bölürsən. İndi bunları toplayanda neçə elədi? 8/2, o da bərabərdir 4. Cavab oldu A bəndi. 14. Mənfi x kvadrat plus 2 böyük bərabər 0. Mənfini çıxardıram mörtəzə xaricində x kvadrat çıxsın 2 böyük bərabər 0. Mənfi əmsala böləndə işarə dəyişir. X kvadrat çıxsın 2 kiçik bərabər 0. Bunda yazırıq, müxtəsər tətbiq edirik. X minus kökdə 2, x plus kökdə 2 kiçik bərabər 0. İntervallar usulu ilə həll olunur. Burada nöqtələr daxildir. Mənfi kökdə 2, bu da kökdə 2. Plus, minus, plus. 2 dənə vuruq tək dərəcədən olanda, baxın bu vuruqlardır, bu üstü birlər sayılır da. Tək dərəcədən olanda növbələşmə belədir. Plus, minus, plus. Kiçik bərabər olduğu üçün mənfi hissəni götürürük.
Deməli cavab oldu mənfi kökdə 2 ilə kökdə 2. Yəni x daxildir də. Bizə bu cavab lazımdır. Tam əllərin sayı. Mənfi kökdə 2 1,4-dən böyükdür, 1,5-dən kiçikdir. Deməli, mənfi 1,4 neçədən sıfıra tərəf bir dənə mənfi var, 0 var. Sıfırdan da 1,4-ə bir dənə 1 var. 3 dənə tam həll var. Sayın soruşur, cavab oldu 3. Törəmədir, bu buraxılışa düşmür, blok imtahanına düşür. Amma mən yenə də izah edəcəm. Törəməsini tapırıq. F törəmə x bərabərdir. X kvadrat plus bx-in törəməsini tapırıq. Törəməni bilənlər başa düşəcək bunu. 2 keçir qabağa olur 2x. Bx-in törəməsi də b olur. Deyir, törəmədə x-in yerinə 2 qoy, bərabərdir 9 tənliyin həll ilə. Yəni f törəmə 2 bərabərdir. Bax, burada x-in yerinə 2 qoyacağım. 2 vur 2 üstə gəl b oldu. 4 üstə gəl b. 4 üstə gəl b-ni də bərabər elədir 9-a. Buradan da b-ni soruşur bizdən. Oldu cavab 5. 15-ci sual. 5 oldu. 16. Bunu yazırıq 2. 2 loqaritma 2 əsasından kökdə 5. 2 cür yazmaq olar. Bir üsulla mən yazıram. 2-nin üstü kvadrat. Çünki vuranda görsən üstlər toplanır. Bax, bu ifadə alınır. Bu da bərabərdir. Bu 2-ni keçirdirəm kökdə 5-in üstünə. Yazıram loqaritma 2 üstü loqaritma 2 əsasına. Bu gəlib kökdə 5-in kvadratı olanda olur 5. Yəni 2 keçəndə bu kökdə 5-in kvadratı olurdu. Olur 5. Vurulsun bu 2 üstü 2 də 4'dür. Buradan da bu 2'lər gedir. Qalır 5 vur 4 bərabərdir 20. Düstur var. A üstü loqaritma A əsasından B. Bunlar islah olunurdu. B qalırdı. Həmin üstülə görə yazdım. Lap ikinci üsulunu da yazın. Belə yazırıq. Bu 2 keçir bura. Olur loqaritma 2 əsasından kökdə 5-in kvadratı oldu 5. Plus. Bunu da 2 əsasından yazıram. Loqaritma 2 əsasından 4. Çünki 2 əsasından 4 bu 2-ni verir. Yəni ədədi loqaritmaya çeviririk də. Bu da olur 2. Toplama düsturunda demişdik vurulurdu. Loqaritma 2 əsasından 5-i 4-ə vururdum. Olurdu 20. Buradan da 2'lər getdi. Qaldı 20. Bayaq da 20 idi. Yəni 2 üsuldan yazdım. Bu da loqaritmik tənlidir. Əsas sadədir. Buna dəymirik. Loqaritma 2 əsasından x olduğu kimi yazırıq. Bunu yazırıq 2'nin kvadratı x. Bunu yazırıq 2'nin kubu x bərabərdir 5/5. Buradan demişdik ki 2 bura 2'də 1 kimi keçir. Bu 3'də 3'də 1 kimi. Elə burada yazaq da bunları. 2 əsasından x. Bu da 2 əsasından x. Bura 3'də 1 kimi keçir. Toplamadır. Burada 2'də 1 kimi. Qayda var. Loqaritma A əsasından A üstü m. Burada B. Bu m bura tərsi kimi keçir. Olur m-də 1 loqaritma A əsasından B. Bu düstura görə yazdım. Bunun əmsalı 1 sayılır da 1 vur deməkdir. Bu 1, bu da 2'də 1, bu da 3'də 1. Yəni 1 plus 2'də 1 plus 3'də 1. Əmsalları toplayırsan loqaritma 2 əsasından x bərabərdir 5/5. Buradan da loqaritma 2 əsasından x. Bunları toplayanda 1/2'də 1, 1/2'də 1 üstə gəl. Buradan yazaq. 1/2'də 1 plus neçə idi bu? 3'də 1. Bunu yazaq 2'də 3 plus 3'də 1. Burada orta məxrəc 6'dır. Böldüm 2'yə 3 vurdum. Elədir 9 plus 2 dəfə elədir neçə? 6'da 11. Deməli bu oldu 6'da 11. Bu əmsaldır da. Qabaqda əmsaldır. Vurma qoydum ki biləsiz ki bu əmsaldır. 5/5'i böləcək 6'da 11'ə. Loqaritma 2 əsasından x bərabərdir. 5/5'i də belə yazılır. 5/2'də 1 bölünsün 6'da 11. 5/2'də 1 də olur 2'də 11. Bölmənin də tərsinə çevirib vuranda 11'də 6. Bunlar xısar getdi. Bu da buna öldü 3. Deməli loqaritma 2 əsasından x bərabərdir 3'ə. Buradan da x bərabərdir 2'nin kubu. Bu da elədir 8. Düstur var. Loqaritma 2 əsasından A əsasından x bərabərdir b. Sadə loqaritmik tənliyin düsturudur. Tənliyin kökü yəni x. Bunu tapanda olur a üstü b. İndi burada da x bərabərdir 2'nin kubu oldu 8. 17'nin cevabı oldu 8.
18. Elə bunu şəklin üstündə göstərəcəm. Baxın, bu daxili bucaqdır. Bunun söykəndiyi qövs buradır. Bax, baba, bu qövs. Bu daxili bucağın söykəndiyi qövsdür. Biz də demişik, daxili bucaq söykəndiyi qövsün yarısıdır. Bunda bu x dərəcədirsə, bu 2x dərəcədir. Çevrə də 360 dərəcədir. 360 dərəcədən 2x-i çıxanda onda bu qövsə qalır 360 dərəcə çıx 2x. Yəni, baxın, bu qövs. Bu buradan bura. Oldu 360 çıx 2x. Toxunanlar arasındakı bucaq da budur. Düstur vardır. Toxunanlar arasındakı bucağı tapmaq üçün böyük qövsdən çıxırdım kiçik qövsü, bölürdüm 2-yə. Həmin düsturu tətbiq edəcəm. 50 dərəcə bərabərdir. Böyük qövs 2x çıxılsın. Bu çıxma təsir eləyəcək. Olacaq 360 plus 2x. Mənfi təsir elədi, müsbət oldu bu. Bölü 2. Çarpaz vururdum. 100 dərəcə bərabərdir. 2x ilə 2x topladım. 4x çıxılsın 360. Belə də yaza bilərik. 4x çıxılsın 360 bərabərdir 100. Eyni şeydir. Buradan da 4x bərabərdir. Toplayanda olur 460. Buradan da x bərabərdir. 460-ı 4-ə böləndə 115 dərəcə. Cavab oldu 115. Bizdən də x-i soruşurdu. X-i tapdıq 115. Ətraflı suallara baxaq. Deməli, belədir. 2 vurulsun. Əkob 2 üstü n olduğu kimi qalır. Burada m-i 2n-ə bərabərləyib. Bunda 3 üstü m deyil. Yerinə yazacağım 3 üstü 2n. 3 üstü 2n. Minus 3 vurulsun. Burada da əbobdur. 2 üstü m. 2 üstü m. M görürsünüz 2 üstü 2n-ə bərabərdir. Yazıram 2 üstü 2n. 3 üstü n olduğu kimi yazıram. 3 üstü n bərabərdir 33. N natural ədəddir də burada. M ilə n natural ədəddir. Baxın, n-ə 1 versəm, bu 2 üstü 1 olacaq. Bu da 3-ün üstü 2-ni 1-ə vuranda nə olacaq? 2. Yəni bu 2 oldu, bu 9. 2 ilə 9 qarşılıqlı sadə ədəddir. Yəni n-in bütün natural qiymətlərində 1 verdin, 2 verdin, 3 verdin, verib yoxul edə bilərsiniz. Bunlar qarşılıqlı sadə ədədlər olur. Biz demişdik, qarşılıqlı sadə ədədlərin əkobu onların hasilidir, əbobu isə 1-ə bərabərdir. Əkob yəni bura. Onların hasilidir. Elə bil A buradadır, düsturdakı əkob A, B. Düsturda A-nın yerində bax budur, B-nin yerində budur. Biz demişik, qarşılıqlı sadə olarsa A vur B idi. Əbob isə AB qarşılıqlı sadə olarında 1-ə bərabərdir. Həmin A 2 üstü 2-dir, B də 3 üstü 2-dir. Deməli, bunun əkobu olacaq bunların hasili. Yəni, 2 üstü vuracam, 3 üstü 2-nə. Burada da 2 var, bu 2-ni yazıram olduğu kimi. Deməli, 2 üstü n vurulsun 3 üstü 2n. Çıx, 3 vur. Əbobu da 1 verirdi bizə. 3-ü də 1-ə vuranda elə 3 olacaq, göstəriş üçün yazdım bunu. Deməli, yazıram, belə yazaq da 2 üstü n vurulsun 3 üstü 2n. Lap 2-ni də yazaq bura. Bu mənfi 3-dür, sağa keçəndə toplanır 36 olur. 36-nı da bu 2-yə bölürəm. 2 üstü n vurulsun 3 üstü 2n. Bilir 18. Bərabərliyin sol tərəfi sadə vurğular şəklindədir. Sağı da yazmalıyam. 18-də yazıram sadə vurğular şəklində. 2 vur 9 deyil. 2 vur 3-ün kvadratı yazıram. Deməli, baxın, bərabərlik ödənməsi üçün bax, soldakı 2 üstü n, sağdakı 2 üstü 1-ə bərabərdir. Bunda n buradan 1 oldu. Buradan da bax, bu 3-dür. Bu da 3-ə bərabərdir. Bunda 2n də 2-yə bərabərdir. Yenə də elə n1 olacaq. N-i tapdıq 1. Deməli, m1-dir. M-dəki 2 vur 1-dir də bunun qiyməti. Bu da olacaq 2. Bu da 2. Toplayanda neçə eləyir? 3. 19-un cavabı oldu 3. 20. Konusun doğranı 10 cm. Ox kəsiyinin təpədəki bucağı 60 dərəcədir. Konusunun yan səthinin sahəsini tapın. Tutaq ki, bu hər hansı bir konusdur. Burada düsturları bilməlisiniz mütləq. Buradan hündürlüyü çəkirəm. Bu konusun hündürlüyüdür. Bu konusun radiusudur. Bu da doğrandır. Konusun doğranı 10. Bura 10'dursa elə o da, bu da 10'dur. Bax, bu konusun ox kəsiyi. Tutaq ki, A, B,
C. Bu konusun ox kəsi. Nəyə görə ox kəsi deyirlər? Baxın, bu konusun simmetriya oxudur. Buradan keçir. Simmetriya oxu bu konusun ox kəsi adlanır. Həm də hündürlük deməkdir bu. Yəni H-dır bu. Konusunun doğranı 10'dur. Yəni bu A, B, C. Konusun ox kəsiyinin ox kəsiyi olur. Bu da bərabər yanlı üçbucaqdır. Ox kəsiyinin təpədəki bucağı. Bu təpədəki bucaq 60 dərəcədir. Biz də demişik ki, bərabər yanlı üçbucaqda təpədən çəkilən bu hündürlük həm də tənböləndir, həm də mediandır. Bunda bu bucaq 60 dərəcədirsə, ayırır 30-30-a, yəni 2 yerə böldü, 30 dərəcə, 30 dərəcə. Bu 90 elə burada 90. Onda bura olacaq 60 dərəcə. Oldu 30-60 qaydası, Pifagor teoremi. 30 dərəcəli bucaq qarşıdakı katet hipotenuzun yarısıdır. Doğran hipotenuzdur. Yəni konusun doğranı deyirlər buna. Düzbucaqlı üçbucağında olur hipotenuzu. Onda onun yarısı olacaq 5. Deməli bu radius 5 oldu. Fərq yoxdur, elə burada həmin şeydir. Çünki bu həm mediandır. Oturacağı yarıya bölür, həm də bu konusun radiusudur. Bura 5-sə, burada 5-dir. Oturacağı da dairədir. Radius 5-dir, hündürlük. Hündürlük də 60 dərəcəli bucaq qarşıdakı katet 30-un qarşıdakı katetin kök 3 mislidir. 5 kök 3. Hündürlük 5 kök 3'dür. Bəlkə bizə heç hündürlük burada lazım deyil. Konusun yan səthini sağsa, düzdür. S yan bərabərdir pi r l. Heç bizə hündürlük lazım deyil. O tam səthində lazım olur. Pini arxaya yazacağım. R radiusdur 5'dir. 5 vurulsun. Vurmadı da bunlar. 5 vurulsun. L də doğrandır. Bu da 10'dur. Bu da pi'dir. 5'i 10'a vurursan 50 pi. Cavab belə də qaldı. 20-ci sual. Pini də qiymətini məsəl üçün yuvarlaq 3 verəndə 50'ni də 3'ə vurarsınız, yazarsınız 150. Məsəl üçün dedim. Bəzi testlərdə pini görsən verir. 3 standart şəklində. 21. Burada 2 cür yazmaq olar. Bir üsulun mən yazıram. Baxın, bərabərsin həllər çoxluğu deyəndə, baxın, bu x1'in qiymətidir, bu da x2'nin qiymətidir. Bunda x1 mənfi 2'dir, x2 də 4'dür. V terimini tətbiq edək, çünki əmsal 1'dir. x1 plus x2 bərabərdir mənfi b. V terimi bilən şagird başa düşəcək bunu. x1 vurulsun x2 də bərabərdir c. Bunda kökləri yerinə qoyaq. Mənfi 2 üstə gəl 4 bərabərdir mənfi b. Oldu 2 bərabərdir mənfi b-yə. B-ni tapdım mənfi 2. B tapıldı. Buradan da mənfi 2 vurulsun 4 bərabər c-yə. C də tapıldı mənfi 8. Gətirib qiymətləri yerinə yazaq. Y bərabərdir. Bax burada. X kvadrat plus bx-dir. B mənfi olduğu üçün təsir edir bu mənfi bura. Olur mənfi 2x plus c. C də mənfi 8 olduğu üçün bura təsir edir. Olur çıx 8. Parabolanın təpə nöqtəsinin koordinatlarını tapın. X0-dan Y0 soruşur. Bunu düstursuz da yazmaq olar. Tam kvadrata ayırma usulu var. Baxın. Y bərabərdir ax kvadrat plus bx plus c. Bunu, yəni kvadrat 3 ədildə bunu 2 ədilinin tam kvadrat şəklində yazanda bu şəkildə yazırdıq. Bu təpə nöqtənin apsisi idi. Bu da ordinatı idi. Yəni bu x-inin qiyməti, bu y-nin. İndi mən o hala salacağım. Yəni həmin vəziyyətə salacağım. Bunu yazıram x çıx 1'in kvadratı. Müxtəsərini açanda x-in kvadratı çıx 2x üstə gəl 1. Özümdən çıx 9 yazıram ki 1'dən 9 çıxanda açanda bu mənfi 8'i versin. Bu parabolanın təpə nöqtəsinin apsisidir. 0'a bərabər eləyəndə olurdu x bərabərdir 1. Bu da ordinatıdır. X-in yerinə 1 qoyanda 1 çıx 1 0 olur. 0'ın kvadratı olsa 0. 0'dan da çıxdım 9'u. Deməli y olur mənfi 9. Deməli təpə nöqtənin koordinatları 1, mənfi 9. Bunu soruşurdu bizdən. Bunu düsturla da yazmaq olur. X0 bərabərdir mənfi b böl 2a. Təpə nöqtənin koordinatıdır, apsisidir. Mənfi b. B-nin yerinə burada mənfi 2'dir. Böl 2a da 1'dir. 1'ə vurmağa dəyməz. Mənfi mənfiyə dəyəndə olur 1. Gördün? X0 burada 1'dir. Təpə nöqtənin koordinatları deyəndə biri x0'dır, biri y0. Düsturla yazmaq olur. Y0 da bərabərdir 4 vurulsun. Y0 belə də tapa bilərik. Baxın, x0'ın qiymətin aparı funksiyada yerinə qoyub y0'ı tapmaq olar. Məsələn, baxın, y0 bərabərdir.
Bunu y yazmıram, y0 yazıram ki, yəni təpə nöqtənin ordinatı olduğu üçün fərqlənsin. 1-in kvadratı 1 olur. Çıx 2 vur 1. 2 olur. Çıx 8. Hesablayanda da bu neçə elədir? 1 çıxılsın. Bu 10'dur da. Mənfi 9. Görürsünüz, olduğu kimi verdi. Həm belə tapmaq olar. Həm də ki 4ac çıx b kvadrat böl 4a. Buradan da tapa bilərsiniz. Məsələn 4 vurulsun, a-nın qiyməti 1'dir. C-nin qiyməti mənfi 8'dir. Burada mənfi 8'ə. Çıx b kvadrat. B də mənfi 2'dir. Kvadratı 4 olacaq. Böl 4 vur a. A da 1'dir. 4'ü 1'ə vuranda elə 4 olur. Buradan yazaq. Bu 4. 4 vur 1 vur mənfi 8. Mənfi 32 elədir. Mənfi 4. Mənfi 36 elədir. Böləndə də mənfi 9. Yəni hər cürəsini yazdım. Təpə nöqtənin koordinatlarını düsturu ilə də yazdım. Sonra tam kvadrata ayırmaq üsulu ilə də yazdım. 2 üsul. Həm də burada təpə nöqtənin apsisini tapdınız. Heç ordinatını tapmağa ehtiyac yoxdur. Apsisin qiymətini aparıb funksiyada yerinə qoysan ordinatı tapırsan. Bundan artıq da üsulu yoxdur. Bütün üsullardan istifadə elədim. Həm də buna belə də yanaşmaq olar, bərabərsizlik kimi. Bu bərabərsizlikdir, kvadratik bərabərsizlik. Bunun vurğuları x plus 2'dir, x minus 4'dür. Bax belədir. Bunu vurub açanda x'in kvadratı çıxılsın 4x. Bu da ikinci usuldur. Bayaqki birinci usuldur. X kvadrat çıxılsın 4x üstə gəl 2x çıxılsın 8 2'dir 0. X kvadrat çıxılsın, bundan bunu hesablayanda 2x çıxılsın 8 2'dir 0. Baxın burada da həmin şeydir. X kvadrat çıxılsın 2x çıxılsın 8. Deməli burada baxın, burada göstərməliydim. X kvadrat çıxılsın 2x çıxılsın 8. Deməli burada b tapıldı mənfi 2. C də tapıldı mənfi 8. Baxın bu b'dir. Bx deyil. Burada da mənfi 2x'dir də. Deməli b mənfi 2'dir. Burada da c'dir, sərbəstdir. C də mənfi 8'dir. Bunları tapandan sonra gətirib bu funksiyada yerinə qoysan x kvadrat plus bx-dir, amma bu b mənfi 2'dir, təsir edir mənfi 2x plus c'dir, mənfidir, təsir edir 8. Baxın, yenə həmin şeydir. X kvadrat çıx 2x çıx 8, burada da həmin şey. Bunda da burada ehtiyac yoxdur, tapdım. Yəni bir usul, bu da iki usul. Bütün hallardan istifadə elədim. Başqa da usulu yoxdur. 22. Paralelogramdır. Elə şəklin üzərində izah edəcəm. Deyir, BD diagonalı 2-3 nisbətinə. Bura 2x olsun, burada 3x olsun. Bu tənbələnd, A bucağının tənbələnidir. Alfa alfa qoyuram, biləsiniz ki, bu tənbələnd. Deməli, burada 3 bucağa baxın. B, A, D. 3 bucaqdır, bu da 3 bucağın tənbələnidir. Paralelogramın böyük tərəfi 9, BC böyük tərəf 9-sa, onda AD də 9-dur. Perimetrini soruşur. Kiçik tərəfə də bir A deyirəm. Usta burada A'dır. Tənbələn qaydası vardır 3 bucaqda. Belə buradan istifadə edir. Bunun buna nisbəti, bunun buna nisbəti. Yəni oturacağa çəkiləndə belə olurdu da tənbələn. Məsələn bu A olurdu, bu B olurdu, bu M, bu N. Nə yazırdıq? A-nın B-yə nisbəti bərabərdir M-in N-ə nisbəti. Hətta belə deyəcəksə, A-nın M-ə nisbəti bərabər B-nin N-ə nisbəti eynidir. İndi burada təpədən oturacağa çəkilməyib də bu oturacaqdan yan tərəfə çəkilib. Bu tənbələndir. Baxın, ayım tənbələndir. Burada həmin A və buradır. Bu da 9. Burada 2x-dir, burada 3x-dir. Qayda belədir. A-nın 9-a nisbəti bərabərdir 2x-in 3x-ə nisbəti. Bu şəkildə. Belə də yaza bilərsiniz. A-nın 2x-ə nisbəti bərabər 9-un 3x-ə nisbəti. Mən nəyə görə belə yazdım? X-lər islah geçsin. İxtisar geçsin. Qaldı 3-də 2. Bunda çarpaz 3A bərabər 9-da 2, 18. A da bərabərdir 6. Deməli, A-nı tapdım 6. Paralelogramın perimetrini soruşur. Perimetr nə idi? N ilə uzunu toplayırdım, 2'yə vururdum. Yəni 6 ilə 9 topladım 15, 2'yə də vuranda oldu 30. Cavab oldu 30. Bir cədvəldə riyaziyyat və fizika fənləri üzrə olimpiyadalarda iştirak edən şagirdlərin sayıları göstərilmişdir. Təsadüf seçilmiş 2 şagirddən birinin riyaziyyat üzrə olimpiyadada iştirak edən oğlan, digərinin fizika üzrə olimpiyadada iştirak edən qız şagird olması hadisəsinin ehtimalı. 2 nəfər seçilib, bunu yadda saxlayın.
Buradan da oğlan qız cəmi verilib. Tənlər sistemi olacaq da. Deməli y ilə 3x-i toplayıb 10 yazacağam. Y plus 3x bərabərdir 10. Buradan da 2y plus x-i toplayacağam, bərabərdir 10 yazacağam, tənlər sistemi. Biz buradan x-dən y-i tapmalıyıq. Deməli ikisindən də soruşur. Tapaq da buradan 2y-dirsə, bunun hər tərəfi mənfi 2-yə vuraq. Birinci təhlil olacaq mənfi 2y, mənfi 6x, mənfi 20 plus toplamadan istifadə edilir. Tərəf-tərəf toplanır. 2y plus x bərabərdir 10. Tərəf-tərəfə toplayanda bu y-lər islah olundu. Bunu da toplayanda mənfi 5x, bu da mənfi 10, x-i tapdım 2. X ikilisi gətirib burada yerinə qoyaq. X-in qiyməti 2-dir də. 3 vur 2, 6. Ondan da 6 çıxanda y oldu 4. Deməli y 4 oldu. 3 vur 2, x 2 idi də. Bu 3-ü 2-yə vuranda bura 2 idi də x-in qiyməti. Oldu 6. 4 ilə 6-nı toplayanda 10 verir. Burada da y 4 idi. 2-ni 4-ə vuranda 8 olur. X də 2 idi. 8-dən 2 toplayanda 10 verir. Deməli cədvəlin burada cədvəldədir. Cədvəldədirsə 10 nəfər burada, 10 nəfər burada, 20 nəfər. 20 nəfərdən 2 şagird seçilib. Ehtimalın düsturunu yazaq. M bölün. M əlverişli halları sayıdır, N də mümkün halları sayıdır. 20 nəfərdən 2 nəfər seçilib. Bu kombinizon 20-dən 2-yə deməkdir. Sonra baxaq görək əlverişli hal nədir. Bir seçilən şagirdin birinin riyaziyyat üzrə olimpiyada iştirak edən oğlan. Riyaziyyat üzrə oğlan 4 nəfərdir. 4 nəfərdən biri seçilibsə bu kombinizon 4-dən 1-ədir. Vurma prinsipi olacaq. Sonra digərinin fizika üzrə olimpiyada iştirak edən qız. Fizika budur, oğlan, qız. Qız da 2-dir. Deməli 2 nəfərdən biri seçilib, bu da 2-dən 1-ə. Buradan yazaq. Kombinizon 4-dən 1-ə 4-dür. 2-dən 1-ə də 2-dir. Bunu da yazaq. 20 faktorial bölünsün. 20 çıx 2 yazırdıq. Faktorial. Olur 18 faktorial. Düstürü burada bilməlisiniz. 2 faktorial. Düstürü bilən şagird üçün asandır. 4 vur 2-ni 8 yazıram. Bu 20 faktorialı yazıram. 18 faktorial. Vur 19 vur 20. Bu da 18 faktorial. 2 faktorialımız da 2'dir. Bu faktoriallar iksar getdi. 20 də 2'yə böldüm 10. Deməli məxrəc oldu 19 vurulsun 10. Sürət neçədir? 8. Bu 8 ilə də 10 iksar yapıram. 2'ye 4, bu da 5. 90, 9'u vurdum 15'e, 50, bu da 45, 95, bu da 4. Cevap oldu 95'te 4. 24. Belə suallar uşaqlar üçün problem yaradır, biraz çətindir. Əslində çətin görsənir, amma asan yolu var. Bax, deyir ki, ABC üçbucağında AM və CM medianları perpendikulardır. Bax, bu mediandır. AM. Buradan qırmızı ilə işarə edeyim. AM. Bax, bu mediandır. CN də mediandır. Bax, bu da mediandır. Medianlar 90 kəsişib, yəni perpendikular kəsişib. İndi mən bu şəkili buradan bax, belə çəkirəm. Burada aydın görə biləcəksiniz. Bax, belə. Bax, bu B, bu A, bu da C'dir. Üçbucaqdır. Biz demişdik ki, medianlar kəsişmə nöqtəsində, tutaq ki, belə bir qayda vardı da, biz bilirdik ki, üçbucağın 2 medianı, lap 3 dənə olsun, fərq yoxdur. İndi burada 2 dənə. 2 medianı kəsişmə nöqtəsindən 2/1, təpədən başlara 2/1 nisbətdə. Məsələn, bura 2x olanda bura x olurdu. Bura 2y olanda bura y olurdu. Lap 3-cü median olsun, bura 2z olanda burada z olurdu. İndi burada 3 dənə yox, 2 dənə median verib, ikisini göstərdim. Üçünü də göstərdim, fərqi yox. Həmin bu median, baba, buradan bura AM 5'dir. Onda buradan bura 2x olacaq, buradan bura x olacaq. Toplam nə qədər elədi? 3x. Buradan yazaq. 3x bərabərdir. Medianın uzunluğunu 5 verir, baxaq 5'ə. X də bərabərdir 5/3. Deməli, bu isə 5/3 oldu. Bu isə 2 qatıdır. 2'ni də 5/3'ə vuranda olur 10/3. İndi buranı mən silirəm. 10/3 yazıram. Yəni buradan da baxın. Buradan buraydı, bu da buradan gedirdi perpendikulyar. Bax belə. Bu isə həmin bu bura.
10 bölü 3 oldu. 10 bölü 3. İndi bu mediana baxaq. Bu medianda C-dir, 6 verib. 6-dırsa bu hissə, bax bu hissə uzun olurdu, 2x olurdu. Bu hissə isə x olurdu. Onda bura ümumi 6-dırsa, deməli bura 4 düşəcək, burada 2 düşəcək. Yəni bu hissə 4 oldu, bu hissə də 2 oldu. Baxın bu üç bucağa baxın. A, N, C. Bunun sahasını biz tapa bilərik. Hündürlük, bax bura oldu. 3'də 5, ya hündürlük 3'də 10 oldu. Bu hissə 3'də 10 idi. Yəni burada, baba bu üç bucaq. Bax bu üç bucağı tapa bilərik. 2'də 1 h düsturu ilə tapa bilərik. Bax belə. Buradan hündürlük neçədir? 3'də 10. Oturacaq neçədir? 6. Onda S bərabərdir. H, yəni düsturda vardı 3 bucaqda. Bu hündürlük olurdu. H burada oturacaq olurdu. Nə yazırdıq? S bərabərdir. H bölü 2. Yəni hündürlük oturacaq vurur bölü 2. İndi burada hündürlük 3'də 10'dur. Oturacaq da ümumi 6'dır da. Buradan 2 idi. Buradan da bura 4, 6. Bölü 2. 6 ilə 3 x'lar getdi. 2 dəfə. 12'ye vurdum. 20 bölü 2. Tapdım 10. Deməli bax. Bu üç bucağın sahasını rənginə. Bu üç bucağın sahasını tapdım. Bax buranın sahasını tapdım. 10. Buradan da bu median daxı. Median demişdik ki, üç bucaqda sahanı, figürü bərabər sahalara bölür. S1, S2'ye bərabərdir. İndi burada da bu böyük bucaq A, B, C'dir. Buradan çəkilən mediandır. Deməli bu üç bucağın sahası ilə, yəni C, A, N üç bucağının sahası ilə C, N, B üç bucağının sahası bərabərdir. Yəni bu üç bucağın sahası, bax bura, bərabərdir buna. Çünki bu mediandır. Median yarıya bölürdü figürü. Yəni sahasını yarıya bölürdü də. Bax bu mediandır. Buranın sahası neçə çıxdı? 10. Yəni buranın sahası S bərabərdir 10 oldusa, onda bu üç bucağın sahası da S bərabərdir 10 olacaq. Çünki bu figur, bax bu üç bucaq, bir dənə də bu üç bucaqdır. Baxın, buradan gələn mediandır, figürü bərabər sahalara bölür. Bura 10 oldu, burada ümumi 10 oldu, toplam oldu 20. Elə bizdən də onu soruşurdu. A, B, C üç bucağının sahasını soruşurdu. Cavab oldu 20. Ətraflı izah elədim mən. Biraz çətin görsənir, amma elə də çətin deyil. Görünüşcə çətindir. 25. Bu kəsirlərin cəmin veribdir bu kəsirə bərabər. Onda biz yazırıq AX bölünsün x çıx 4 plus BX plus C, bu da x plus 4 bərabərdir. X kvadrat çıx 16, 35x çıxılsın 12. Belə suallarda şagirdlər üçün çətinlik yaradır, çətin görsənir. Ona görə çox şagird belə suallardan imtina edir. Amma indi burada mən onun izahını yazacağım, elə də çətin deyil. Sol tərəf, deyir də burada, deyir bu kəsirlə bu kəsirin kəsirlərin cəmi buna bərabərdir. Kəsirlərin cəmi bu olarsa, o demək ki, yəni buna bərabərdir də. Sol tərəf, sağa dəymirəm, olduğu kimi qalacaq. X çıx 4, x plus 4, orta məxrəcdir. Bu orta məxrəci buna böləndə, bunun nəyi qalır? Plusu qalır, vuracam sürətə. Yəni AX vurulsun x plus 4. Plus, bu orta məxrəci buna böləndə minusu qalır, vuracam sürətə. BX plus C, biraz vaxt aparan sualdır. X minus 4 bərabərdir. Və sağ tərəf olduğu kimi qalır. 35x minus 12. Yenə məxrəc bir-birinə vurulanda nə olur? Qoşmadır da. X kvadrat çıx 4. 16. X kvadrat çıx 16'dır. X kvadrat çıx 16'nın açılışı idi bu. Vurdum bir-birinə. İndi bunu vuracaq, biraz bu vaxt aparacaq. AX-i vurdum, AX-in kvadratı üstə gəl 4AX üstə gəl. BX-i vurdum X-ə, BX kvadrat. Sonra BX-i çıx mənfi 4'ə vurdum 4BX. Sonra CX çıx 4C bərabərdir. X kvadrat çıx 16. Buradan da 35x çıx 12. Burada da ikinci dərəcələri
qruplaşdırıb orta qrup çıxardacağam. Ax kvadrat plus bx kvadratdan yazıram a plus b x kvadratı orta qrup çıxartdım. Vurmadı. Sonra 4ax çıx 4bx plus cx. Hər birində x orta qrupdur. Çıxardıram mürtəzə xaricinə 4a minus 4b plus c. Bu da oldu x. Yəni orta qrup bu deməkdir. Çıx 4c. Bu da sərbəst həddir. Yazıram x kvadrat çıxılsın 16. O da bərabərdir x kvadrat çıxılsın 16. Bu da 35x çıxılsın 12. Deməli bu bərabərlik ödənməsi üçün baxın. 16 x kvadrat. Məxrəc məxrəcə bərabərdir. Sürət də sürətə bərabərdir. Ona görə biz sürətləri bərabərləşdirib həll edirik. Yazırıq a plus b x kvadrat. Vurmadı da bunu bilirsiniz. Plus 4a çıx 4b plus c vur x minus 4c bərabərdir 35x çıx 12. Deməli burada sol tərəfdə baxın ikinci dərəcə var, sonra birinci dərəcə var, sonra sərbəst ad. Amma sağda ikinci dərəcə yoxdur. Deməli ikinci dərəcə sağda əmsalı 0 olub da elə bil belə başa düşün. Baxın əmsalı belə olub 0x kvadrat plus 35x çıxılsın 12. Yəni 0 vur x kvadrat olub. Çünki bu bərabərliyin solunda 3 dənə toplanan var. Biri budur, biri budur, biri də bu. Bu ikinci dərəcədir. Deməli burada da ikinci dərəcənin əmsalı 0 olub. Bu yoxa çıxıb, yəni islah olunub, qalıb 35x çıxılsın ki. Bərabərlik ödənməsi üçün birinci toplananın əmsalına bərabərdir. Yəni a plus b-ni 0-a bərabər eləməliyəm. A plus b bərabər 0. Bir dənə problem bu buradadır. Şagird bu çaşır burada. Bilmir ki, nəyi nəyə bərabərləsin. Sonra x-in əmsalı burada bax budur. Sağ tərəfdə də x-in əmsalı 35-dir. Onda bu ifadəni, çünki bax bu ifadə vur x-dir, bu da vur x-dir da. X-in əmsalı burada 35-dir, burada da x-in əmsalı budur. Bərabərləşdirəm çıx. Üstə gələcək bərabərdir 35. Burada da sərbəst də mənfi 4c-dir, burada da mənfi 12-dir. Onda bax bunun əmsalı, bax c-nin əmsalı mənfi 4-dür, burada da mənfi 12-dir. Yəni mənfi 4c-ni mənfi 12-yə bərabərləndə 4c bərabərdir 12-yə. Elə də yaza bilərdim, prosta mənfini göstəriş üçün yazdım. Onsuz da müsbət eləcək böləndə. C-ni tapdım 3. C tapıldı. Gətirib burada C-nin yerinə 3 qoyacağım. 4a çıx 4b bərabər. Bu 3 sağa keçəndə 35-dən çıxdım 32. Hər tərəfi 4-ə böldüm. A çıx b bərabərdir 8. Bax bununla bunu sistem edirik. Buradan yazacaq a plus b bərabərdir 0-a. A minus b bərabərdir 8. Bunu da belə yazaq da. Tərəf-tərəfə belə də yazaq. Tərəf-tərəfə toplayanda belər islah olunur. Belə də yazmaq olardı. A bərabərdir mənfi b. Eybi yoxdur, belə də yazaq. Tərəf-tərəfə topladım 2a bərabərdir. 0-dan 8 topladım 8. A bərabərdir 4. A-nı 4 tapdım. A 4-dürsə b neçə olub? Yəni plus b bərabər 0-a. B də olub mənfi 4. B də mənfi 4. C-ni də buradan tapmışdım 3. A parametrin qiymətini soruşurdu bizdən. Cavab oldu 4. 25-ci sual. Buraya qədər sağ olun.